Hər birinizi salamlayırıq dostlar. Ümid edirik ki, işləriniz qaydasındadır. Siz Var Arxası YouTube kanalındasınız və burada biz Sadə Prostoy azarkeşlər, Sadə Prostoy Çempionlar Liqası yarışını müzakirə edirik. Salam aleykum. Salam aleykum. Sadə Prostoy necə olur? Sadə Prostoy. Yəni sadə istoriylə Sadə Prostoy. Present simple. İlk öncə özümüzü sizə tanıdaq. Əgər siz hələ də bizə abunə deyilsinizsə, xahiş oluram. Olmayın. Yalvarırıq. Şəxsən Ərəb şeyxinə zəng gelib xahiş edib ki, Mbappeni buraxsın, keçsin Reala. Artıq 24 ildir ki, PSG fanatı, nə bilim, Ronaldinho-nu şəxsən özü PSG-yə dəvət edən Fərman. Hamını salamlayıram. Kimisə xalçasını geyinmiş Elvin, Juventus fanatı. Meksika deyə bilər. Margetti. O mənim İtaliyada. O nə İtaliyası? Və mən əslində kimisə dayısına oxşuyuram. Olur ya, dayılar geyinirlər köhnə nəsə formanı başda fərqli eləməyə, ustalıq eləməyə və o temadan mənim adım Abduldur. Mən artıq 92-ci ildən başlayaraq Schalke fanatıyam. Mən də ki, özüm də 96-cı il. Özüm isə daha 96-cı iləm. Necə bu oldu, mən bilmirəm, siz də bilməyin. İndi ilk öncə onu bildirək ki, biz Çempionlar Liqasının 5-ci turunun, liqa mərhələsinin 5-ci turunun oyunlarını müzakirə edəcəyik və əlbəttə ki, öz ehtimallarımızı bildirəcəyik. Bizdən ehtimal deməkdir, sizdən isə tam əksini qeyd edərək nə vaxtsa pul qazanmaqdır. Çalışın bizim ehtimallarımızı, yəni köklənməyin də, prosta videodur. Baxın, imkan varsa like-ınızı atın, imkan varsa komment yazın, imkan varsa bizdə aşağıda linkdə sosial şimdi imkan varsa çox şey eləmək lazım olacaq. Onu axırda deyərəm. İlk öncə adət ənənəyə sadiq qalaraq preview'unu başlaya bilərik. Türkiyə klublarından, Türk halqlar başında. İlk öncə ona gəl Qarabağı saxlayaq birə napasya edəcək. Galatasaray Union Saint-Gilloa heç birimiz Türk futbolunu belə baxırıq, maraqlanırıq, azarkeşlik sadəcə etməyə heç bir kluba. Amma nəzərə alsaq ki, Fərman düz 2 həftədir ki, Belçikada yaşayırdı. Saint-Gilloas haqqında bizə məlumatlarını verə bilər. Buyur. Yox, mən yaşayanda Saint-Gilloas həm 2-ci divizionda oynayırdı. Opa, yəni o hal-hazırda Saint-Gilloas fanatları kim varsa ona söz soxdu da Fərmanda. Konkret. O 2 nəfərə, daha 2 nəfər də ola bilməz. Bir yarım. Yenə də burada Lim fanatlarını çox bizim ölkədə. 2,5. Galatasaray Saint-Gilloas. Nə deyəsən, Galatasaray udmalıdır da Saint-Gilloas. Hə, Galatasaray udmalıdır. Ona keçək növbəti oyun. Ümumiyyətcə Galatasaray yaxşı formadadır. Belə baxsaq ki, bir dənə Hə, bu ilki formalar qəşəngdir. Pis deyil. Zaman Puma eləyir də formaları, hə? Bilmirəm. Deyəsə Puma. Puma bizlə əlaqə saxla. Puma Reklam getdi. Prosta bir məqam var ki, formadadır, amma ilk dəfə keçən turda məğlub oldu Türkiyədə. Okay. Əminəm ki, Türkiyədə onu məğlub olandan sonra beynəlxalq fasilə baş verəndən sonra Galatasaray çox belə motivasiyalı düşəcək yetim Saint-Gilloasın üstünə. Bir şey də var ki, səhv eləmirəmsə, Osimhen zədələndi axırıncı oyunda Nigeriyada və əvəzləndi birinci hissədə. Yəni sən onu hər kəs bilir. Saint-Gilloasın zədələrindən danışırlar. Saint-Gilloasın heç bir oyunçusunu tanımıram da sən nəsə Tanmırsan, yekə oğlan sağ. Brügge deyir ki, kiminsə adını çəkir. Ay Allah, Brügge hələ bil, nə bilim. Digimon zatdı. Səni O prinsipə Barcelona oynayan. Ne də qızdanış deyəcək ona. İlk öncə onu bildirək ki, Galatasaray Çempionlar Liqasında o 9 xal yığan belə yaxşı komandalar arasındadır. Yenə bildirək olaraq PSG, Newcastle, Real, Liverpool, Galatasaray. Yəni nичего себе kruqda. Əvvəl bu bildiniz də Qarabağ qrupu idi. Sonra dedilər ki, Qarabağ sən sonra gələrsən təzədən götürər Galatasaray həmin qrupa. İnşallah bu həftə olar onların qrupu. İnşallah olar. Galatasaray yuxarılarda gedir, açıq-aşkar. Yəni elə belə 200 milyon xərcləməyirlər ki. Çempionlar Liqasının 8-liyinə düşə bilərlər, amma 16-lığına heç olmaz. Püş qatmalarında da bəlkə gətirdi. Belə danışaq. Belədir ki, pis deyil. Bir dənə Liverpool çətindir. Çətin idi. Onu da utdular. Hə, amma bundan sonra Galatasaray Monaco ilə oynayır səfərdə. Okay. Ondan sonra evdə Atletico ilə oynayır və səfərdə City ilə oynayır. Yəni demək olar ki, Liverpool çıxmaq şərtilə Galatasaray da Inter kimi fərdi sahibkarlar oynayır. Amma sonradan normal komandalar çıxır. Əsas da o komandaları udmalıdır ki, bu Saint-Gilloas deyir. Bir də top rəqib Bodo Glimt var da, onu məhv City ilə də axırıncı turda. O vaxtda da o həll eləyəcək. İndi isə o vaxtda Galatasaray hər şeyini həll eləyir. 8-liyi zadında. City çabalı 24-də zaten düşür. City ilə Galatasaray ikinci safda oynayır amma. Və bəlkə Galatasaray sizə şans verər də. Amma yenə də Saint-Gilloas haqqında deyərsiz bir şey yoxdur. Biz onlardan heç nə gözləmirik. 4-0 uddular Interə, 4-0 uddular Newcastle-a. 4-4 gedir də. Ancaq 4-lərlə. Aytaxtın xalası oldu da qarşı bunlar. Təbii ki, Saint-Gilloas 3-5 boş yazsın. Biz Galatasaray hər halda uğurlu arzulayırıq və öz ehtimallarımızı deyək. Galatasaray Saint-Gilloas 3-0. Galatasaray 3-0 qələbə. 3-1.
Nə deyim 3-2 deyim. Mən 3-2. 3-2. Yox 3-2 deyim. Yox 4-dən buraxır da. 4-1. Mən 4-1-ə dəyişdim. Yox mən 3-2 deyərək qalıram. Sadəcə bir məqam ondan ibarətdir ki, mən nəyə görə narahatam Qalatasarayda. O Türkiyə klubları sevir də, demişdim də. Yəni o Avropanın belə qəlbində yaşayan belə Didə də. olan klublarla oynamaq məsəl üçün də indi AZ kimi непонятно Brugge вот belə komandalar gedib bir 5 tir uduzmazlar. Azaltmar azından hardasa bir adda sanılır. Azından azaltmar. O da var da. Doğru, nə varsa 2010-cu ildə çempion olub. Olur da indi yeni məsələn azaltmar tanıyan daha çoxdur, yəni ki Saint Juliası. Yox. Yəni demək sən ki eynidir. Azaltmar tanıyan var, Saint Julias özünü tanımır. Yox, mən demədim özün tanı. Sen Julius fanatları tutub sənə təkləyəcək, amma təkləmək üçün 2 nəfər lazımdır minimum. Mən Belçika fanatlarını yığsam, belə Belçika liqasında 3 nəfər yığılmır. Bir də sən sonra düşürəm. Öz-özünü döyə bilərsən. Qalatasaraya biz əlbəttə ki, uğurlar arzulayırıq və uğurlar demişkən və arzulama demişkən keçər əlbəttə ki, Qarabağa. Qarabağ səfərdə Napoli ilə oynayır. Hansı ki, Antonio Conte biraz problemlər yaşayır Çempionlar Liqasında. Artıq illərlə yox, artıq nə bilim 10 il Gəlin gedə. Ha, yox, onu. o stadion. Belə baxmayın, patriot burada özünü aparır. Bir dəfə də stadionda olmayıb ya Tofi Bəhramovda heç bir şey. Məzələsən. Bilet ala bilməyib, bəlkə Bilet alınmayıb, hə. Amma məsələn olmamısan falan demə. Mən olmamsan. Olmuşam. Hava. Ha, siz bilmirsiniz. Siz olmusunuz, mən nə burada Yox, mənim şəxsi səbəblərim var. Mən şəxsi səbəblərim var. Mən ora baxmıram. Rəqiblər məni maraqlandırmır. Real gəlsəydi, mən qardaşım yəni Avropası keçir. Belədir. Getmirəm ki. Şeydə oynayırlar. Mən necə olar? Mən PFL azə keçirəm də, mən Premier Liqa oyunlarına gedirəm. Əksinə demə. Qaraçı oyun keçiriləcək Diego Maradona adına Respublika stadionunda. Yaşar şutkadır. Napoli ilk öncə başlayaq ki, Atalanta ilə qarşılaşmalıdır, sonra Qarabağla qarşılaşmalıdır, sonra Roma ilə qarşılaşmalıdır. Ondan da başqa bir 5 dənə də zədəli əsas oyuncusu var. Say onları, bir dəqiqə gözlə. Say. Hangi saat Lukaku, De Bruyne, Meret, bir də kimsə var da. Prosta kimi tanıyır. Spinazzola. Krasavçik. Spinazzola deyəsən 2021-ci ildə Avropa çempionatına bu yana sağalmıyor. Sağalır, zədələnir, çox perspektivli oyuncudur. Amma ki Angisa, De Bruyne, bir də oyuncu var idi Azərbaycanda ayda. Araz Abdullayev. Pasların perspektivli idi. Brat Alonso Gol belə temada. Baxırsan Alonso Gol çox perspektivli karyerası var. İndi məsələ ondan ibarətdir ki, okey, Napoli öz çempionatında dirəşir öz yəni iki xal geridə liderdə 5-ci yerdədir. Orada hər şey plotludur. Amma Azərbaycan Premyer Liqasında da hər şey plotludur. Məsələ sadəcə ondan ibarətdir ki, Napoli öz çempionatında Qarabağ öz çempionatında olduğu kimi hegemon sayılmır və Napoli orada biraz dirəşmək lazımdır. Plus Antonio Conte Çempionlar Liqasında zəifdir və fobiyası var deyək ki, zəif demək çətindir. Yəni Antonio Conte hara, bunu deyən mən hara, amma biz belə azarkeş rəyi ilə bildirə bilərik ki, Antonio Conte illərdir ki, heç uğur qazana bilməyib də Çempionlar Liqasında. Və buna əsasən və Napolinin qrafikinə əsasən və Napolinin nə bilim çıxışlarında orada rəqiblərin güclü olmasına əsasən bildirirəm ki, niyə də yox. Bu sözü dinlədin. Niyə getdin dök patanı fırlandın qayıtdın? Prosta niyə də yox? Prosta niyə də yox, brat desəm, ki, arası fırladırsan da. Bunun kimi analizlə. Bavariya da. Bu istəyəs da. Yox, qalsın. Bavariya yoxdur. Uduzaydı udmalı da. Qalsın da çoxda Sanjlos, nə deyək? Onun 1-1 bitaracaq. Hoppa. 2-2. 1-1. Qarabağ məncə oradan xal gətirəcək. Amma Qarabağın İtaliya klublarına qarşı sadəcə bir dənə fərq var ki, İtaliya klublarına qarşı oynamağı daha yaxşı ki, onlar sürətli futbol oynamırlar. Məsələn, çünki sürətləri yoxdur. Sürətli futbol oynamadıqlar Qarabağda daha rahatdır. Aşağı blokda onları qarşılayır, kontratakda bir nəsə eləyə bilər. Həqiqətən De Bruyne gəldi İtaliyaya dedi. Hoppa, возможность. İmkan, o 40 dəqiqə heç kim ya top almır. Nə şey, oydu. Bu təkəri səhərdən də burada oynayır. Modric 40 yaşında Milanda qan eləyir də. Gəl razılaşaq ki, o Realda da qan eləyir. Yox, bildim də sadəcə Realda o 90 dəqiqəni oynaya bilmir, çatdırmırdı 90 dəqiqə. Çatdırır. Normaldə çatdırırdı. Dalbada oynaya bilmirdi. O belə oyun oynayırdı, 2 oyun buraxırdı. Hə, 2 oyun buraxırdı ona görə. Amma Milanda dalbada oynayır. Toyzada çağırırdılar da məclislər. Ağsaqqal da məclislər onsuz getmirdilər. Xarvatiya. Mən yəni həqiqətən Qarabağa şans tanıyıram. Həqiqətən yəni niyə də yox? Niyə də yox da brat? 1-1 də olur. Prosta məsələn bir dənə fərqi ondan ibarətdir ki, Qarabağ İtalyan klublarına qarşı statistikası pisdir.
Məsəl üçün Qarabağ deyəndə Bodeglipdə olsaydı, hansı ki öz meydanında bütün rəqiblərini məhv eləyir, İtaliya o başqa məsələ olardı. İndi Qarabağ nəyin? Tuvaş. Norveç ikincisini bura qatmadı. Da. Norveç ikincisi. Orada Viking bura, hala Viking. Düzünə Viking. Düzünə Viking. Qardaşım, 1-1 fikirləşdi. Qardaşım dedin Fərmana. Həyat insanlara fikirləşdi ki, yaxşı Mənə də qardaş demədi, onu da xahiş edirəm. Eyni gözlə bax. İnsanlar bilsin ki, münasibət. Nəysə də uzatmayaq, xahiş edirəm. 1-1. 2-2. Ya da 3-0. 3-0 qalıb deyiləm mən. Qınav. 2-1 Qarabağ. Hətta. Hədsiz dərəcədə bura. 2-2 oldu. Niyə də yoxdur? Yəni uduzmayacaq. Mənim fikrimcə Məncə uduzmayacaq. də uzmayacaqlar. 2-1 bura. Uda da biraz. Kef elə. Lap yaxşı. 2-1-2 Qarabağ xeyrinə. Baxa görək ki, necə olacaq. İrani Sarıçdan 5-0. Əslində Qarabağ aparır, hə? O bu sonu. Nə oldu bəs? Nə? 3-0. Dedim də 3-0 da, ya 3-0 ya 2-2 nə var? Ya İşte birdən buraxsa gol. 2-2 olacaq. Buraxmasa 3-0 İndi olacaq. onu necə qeydiyyata salacağız Fərman müəllim? 3-0 kimi. İkili variant. Akracan deyib ki 3-0 deyəcəm. Ona görə Yaxşı 3-0. 0 Yaz 0-3 də понятно da. Yox, Napoli kimdir? Ola gəlib Qarabağı 3-dən vursun. Какой bu Maradona komandası. O ki Neapol klubu. Bax da Ладно. Siz də həm Qalatasaray, Qarabağ deyirlər. Onlar haqqında fikirlərinizi Anca gol oynayıb o. hansı hesabla yekunlaşacaq və hansı nəticələrlə yekunlaşacaq keçək növbəti blokumuza. Növbəti blokumuzda belə deyək, nə top oyunlar, nə türk xalqları, burada belə orta blokdur, hardakı bir maraqlı oyunları və biz onları müzakirə etmək istəyirik. İlk öncə favorit Bodeglimt öz meydanında outsider Juventusu qəbul edəcək və biz bu oyunu Yaxşı, sağ olun, mən bu verilişi tərk edirəm. Biz nə fikirləşdi canımız qutardı. ya bu sərdə Sən birisi idim, o əvvəldən eləyərdim, çıxıb gedərdi. Getdiyim yerə qayıtmıram. Hoppa. Bizim aləmdə söhbəti pis baxırlar. Yaxşı, gəl belə eləyək. Zakolka fərmanın zakonlarıdır. Davay uslub elə. Eyni səviyyədə olan iki rəqib Bodeglimt və Juventus. Mən yoruldum. Hal-hazırda elədir qardaşım. Hal-hazırda elədir. Düz ikisi də hal-hazırda birinci yerdə deyil öz liqalarında. Birində Viking birinci yerdədir. O birisində İtaliyada kimdir birinci yerdə İtaliyada? Roma deyirsən. Roma. Inter. Yox, Interdən Roma. Birlikdədirlər də. Roma. Prosta məsələ Juventus qabaqda da 3 xalı var şeydə. Çempionlar Liqasında. Bodeglimpdən qabaqda. Hə. Tutmalı deyilsən bura. O Bilmirəm necə nəticə olacaq. Orada bax bəllidir ki, bizə qulaq asmır da. Yəni əlbəttə ki, biz danışmırıq axı Jupiler Pro Liqasından danışmırıq. Jupiler ola. Adı elə də Jupiler. Jupiler. Jupiler nədir? Nə deməkdir? Pivə. Və buradan Hər şeyi bilir oğlum. Ya, Federasiya prezidenti kimdir? Bilmirəm. Van Basten zad deyəcək. Van Buiten. Burada yazılır Jupiler Pro Liqa, balaca belə ulduz işarəsi, GSS Belçika çempionatı, yəni Belçika çempionatıdır. İndi məsələ ondan ibarətdir ki, Bodeglimt və yaxşı getmir. Amma Monacoya qarşı pis oyun oynamadı əslində. Əslində Tottenhamda da pis oynamadı. Öz meydanında nə bacarıqlar eləyir. Sadəcə orta bir Viking çıxdı. İndi gəlir orada Viking oynayır. Kimsə edib məcbur formasını gəlir dəyişsin, loqonu dəyişsin, desin ki, mən bundan sonra niyə də yox da bura Viking fanatı ya. Amma yenə də Viking bilirsən də Real'la Pabratimi komandalarıdır. Real'da da biraz Viking zat deyirlər axı. Orgullo Viking o zat. Get də. Bir amma sən harda biləsən PSG fansın? Get də. Qardaşım, nə fikirləşirsən? İtaliya əziyyət çəkir Norveçdə. Həm millisi, həm klubları. Atdельный Juventus sözü də şimalda əziyyət çəkir. Yəni Notchland Nazadımda da neçə izad eləyirdilər hələ normal vaxtlarında. Nə bilim, görək də. Normal vaxtlarında yoxsa? Hə, Notchland Juventus. Spalletti'dən gözləyirəm ki, Spalletti bu dəfə 3 xal götürəcək. Spalletti kimdir 3 xal? Kim olur olsun? Spallettinin nə uğuru var? İtaliya çempionu, Napoli. Bir dəfə? Nə olsun? Neçə ilə? Yaxşı, Çempionlar Liqasında nə uğuru var? Zenitlə seçdə çıxıb bura. Ay. Cavab bura, mən özümü qardaşım 7-ci sinif uşaqsan ha. Sənə 4A sinfi zarafat. 5B bura. İndi Spalletti Zenitlə çempion olub. Onda udar Juventus. Roma ilə bura 2-3 dəfə ikinci yer tutuldu. Sadəcə bu Elvin sözünə qüvvət. Juventus heyəti də o heyət deyirlər və zəmindən oyunçu buraxanda bir şey gözləyirsən ki, komanda girəcək, məsələn, nəsə bir dəyişiklik zət. Yəni mən başa düşərdim əgər həqiqətən nəsə
Nə bilim qardaşım. Juventus yəni niyə? yox, mən Juventusdan qələbə gözləyirəm. Bir mənalı. Hər oyun Yoxsa qələbə oynayır. gözləyir. Əlbəttə ki, hətta. Elmi Çünki tezgə udmalıdır da qardaşlar, da nə qədər olacaq? 1-1, 0-0, 1-0 Sən başa udma. düşürsən ki, yəni evdə Bodo Glimt Çox pis müdafiə edirsən də mən. Yaxşı söz deyirsən, amma biraz da elmi ki, belə incidirəm. yaxşı istəyirəm, amma Udmalı da dayda. Bir də paxvalil dur. Onu nəzərə almalıyıq ki, Bodo Glimt həm Tottenhamla, həm Monaco-da yaxşı oynadı və gec-tez Bodo Glimt də fikirləşir ki, mən evdə kimi udmalıyam. Monacoya qarşı yaxşı oynaya bilərəm, faktiki olaraq uduzdular. Mən yenirəm o yaxşı oynayan əgər mənim komandam udursa. Yəni belə deyim də, ehtimal olaraq əgər komanda öz evində ortalama 10-15 dəfə zərbə endirirsə və rəqibdən çox endirirsə, amma uduzursa da heç şey eləyirsə, hardasa bu prorvyotdur da, yəni Juventusun başına gəlməsin də, mən eliminə görə deyirəm. Belə Çox sağ ol. başına da gəlməyəcək. Onlar ofsayna keçək, xahiş edirəm. Bodo Glimt'i qalsın qoyumuz dağ var. Bodo Glimt'dir də qardaş, adi bir komandadır. Juventusun nə qədər zəif olsa da və s. Şimalda pis oynayır, Spalletti kimdir? nə qədər rəhbərliyi yerində deyil, nə qədər hər həftə 8-9 məşqi dəyişir. Yugoslaviyanı birləşdirmək istəyirlər və s. Xeyri yoxdur, udacaqlar. Udacaqlar. Çox minusu var Juventusun. Yəni Bodo Glimt'in o qədər plusu var. Amma Bodo Glimt böyük bir minusdur. Ona görə də mən fikirləşirəm ki, Arkadaş, Bodo Glimt də yaxşıdır, bir dənə adi bir komandadır. Sual versəm ki, Bodo Glimt'in heyətindən 5 nəfərin adını çəkin. Mən inandım heç birini çəkə bilmərəm. Kırmızı Sübega var. Mən Juventusun heyətinə 5 nəfər çəkə Yox, bilmərəm. mən çəkə bilərəm 5 nəfərin adını. Kim? Bax məsələn qapçı. Adı elədi qapçı. Deşilio deyəcəkdim, De Gregorio. Çaşdım, De Gregorio. Openda, Vlahovic, Kostic. Openda varsa Klozenda da var. Verişi bağlayaq. Elvinin sözündə biz keçirik ehtimallara. Yox, Elə ehtimal. Elvin də başlasın ehtimallara. Bu da Glimt Juventus. Xahiş edirəm Juventus ud. Bu mənim ehtimalım. Şu. Prosta xahiş edirəm. Nə olar, yalvarıram. 1-2 qələbə Juventus. 1-2 qələbə Juventus. 1-2 bizimki. 2-1 Bodo Glimt'in qələbəsi. Tuvar. Brat, yəni Gördün də kimlə dostluq edirsən. niyə də yox da brat? Bəsdir də kimi görür deyin, niyə də yox. Heç bu Bodo Glimt tutmalıdır kimsə yoxsa yox. Mən 1000 manat pul verə bilərsən, niyə də yox. Bodo Glimt'də adiyyat yoxdur axı. Davay, növbəti gəl başa düşdün də bunu. Olympiakos Real Madrid. Oy oy oy. Yarın favorit var da. Yarın favorit bir sənə kimdir? Olympiakos xal itirə bilər görəsən orada. Yunanistan çempionu İspaniyanın ikinci komandasıdır. İkincisi zaten. İkincisi də vaxt keçən il brat çempion olmamışıq, danmırıq. Yəni Suzasın damlasın. Heyda. Onsa baxan yoxdur bizə. Hələ kef elədə qarşı. В общем, Olympiakos Real. Realın da maşallah hər mövsüm o müdafiə problemi getmir də. Militao öldü. Ha, 2 həftə. Allah rəhmət etsin. Realın o müdafiə problemi Rüdiger, Militao, nə bilim Mendy, Carvajal. Mən sadəcə bir sənə maraqlıdır. Bax, Liverpool aşağı blokda oynadı, utdu. Rayo aşağı blokda oynadı, heç şey elədi. Olympiakos aşağı blokda oynayacaq, yoxsa yox. Çünki mən Barcelona ilə baxdım. Komanda konkret hücum oynamağa hazırdır. Komanda Arsenal qarşı da hücumuna oynayırdı. Arsenal kesin vursa belə. İkisi də uzun, qəşəng Hə, amma ki momentləri var idi. Nə qədər aşağı blokda oynasa da Olympiakos Real udmalıdır bir mənalı. Onlar heyəti heç yan-bayan durmur da. Nə qədər vəziyyət pis olsa belə, 5 müdafiəçi yox, 7 müdafiəçi olmasa da onu udmalısan. Keçən ilki məsələ ilə Lilin heyəti də Realın heyətindən yaxşı deyil, amma utdu da bir. Lille Olympiakos deyirlər. O fərq. Lil Lille də, yox Lille əlbəttə ki. Yəni PSG olan yerdə çempion olmuşdular. Məsələn sən. Qardaşım 2021-ci ildə. Olsun da. Muizvili də. Özü kimlə? Burakla 36 yaşlı. Qardaşım Çuğundurla. Sən bu Burakın arxasında potensialı oyuncular var idi. Plus indi Lil yayda kim var, kim yox, hamısını satdı. Jegrovaya qədər satıblar adam. Okey də bu yay satdı da. Kimə satdılar qısaca Jegrova? Soxdular ki, məsələn bu 30-40 milyonu yox. Bizə satdılar amma. Amma 30-40 milyon öyle. Arenda ilə gəl belək. Amma ki Arenda Spawn bu kupa məsələn za 150 milyon. Olympiakosdan, Lille Olympiakosdan. Kosovadan baxatdı Jegrovada. Yəni belə deyim, Olympiakosdan deyil, okey deyil, hardasa daha adlı sanlı ola bilər. Halbuki mən səndən razıyam ki, Adlı- Olympiakos Ağaçı Olympiakosun Çempionlar Liqasında o daha çoxdur. Konferans liqasında. Konferans Liqası çox daha Argumente üçün конечно belə Bax də. da, niyə? O var ki, Avropada Sonra Inter Totonu götürüb Xaçə 98-də. 2021-ci ilin Fransa Liqasında çempionluğunu demir də. Xaçə 23-də, 24-də baş tutan bir hadisəni danışır da. O da var, amma ki mən inanmıram ki, Real orada xal itirsin. Çünki Amma Real ağır bundan olacaq sonra, məncə. Ağır da olmayacaq. Gol buraxacaq O minimum. ola bilər. Yəni 2-3 mən deyirəm. Çünki bu oyundan sonra Yazın. səhv eləmirəmsə Real City ilə oynayır. Bax o oyun ağır olacaq uca. Onu ucu növbəti bloklaşda danışacağıq, amma yenə də Real
1-4. Olympiakosun baş məşqçisi Mendilibardır. Mendilibar isə İspaniyada belə deyim də, adlı sanlı orta təbəqəli Sevilla'da idi də hə, Sevilla. orta təbəqəli komandalar üçün, daha 3-cü, 4-cü, 5-ci yerdə olan komandalar üçün yaxşı məşqçi olub. Ona görə də mən Olympiakosun nəsə gözləyirəm. Nə heç nə. 0-2 deyirəm Realın xeyrinə, amma çox çətin olacaq. 2-3 deyirəm. Realın xeyrinə. Realın xeyrinə, hə də. Çaşmır. Nədir o şeyin adı, trenin adı? Mendilibar. Mendilibar. Mendili klub. Mendilibar. Növbəti oyun niyəsə görə bu oyun orta blokdadır. Yəqin ki Tottenham-a görə salam bütün Tottenham hazırkeşlərinə. PSG Tottenham. Döyəcəklər. Son onlarda bax məsələn 23 nəfər var. Onlar səni döyə bilərlər. 20 Mən niyə gedib- sözdən deyirsən Gəlib mən düşübsən Saint Julius'un üstünə zadına. mən bilirəm 3 mənə. Sən sıfır. Hayda. PSG məncə easy-dən, yox. PSG easy deyəndə ki, PSG çox qəribədir. Gedib yəni Bayer Leverkusen 7-dən zopalayırlar, amma nə vaxt açırsan Fransa liqasını dirəşirlər 95-ci dəqiqədə 3-2 udurlar. Foxlanıblar Çempionlar Liqasında. Leverkusen tam heyətlə çıxmışlar. İndi təzədən Dembele, Doué Yoxdular. yoxdur. Yoxdur. Bir İkisi neçə də futbolçu yoxdur. Hakimi Hakimi Kimi də bir neçə yoxdur. oyunçular zədədir. Sucas oynayırlar. Tottenham da O son deyil. oyunlarda sonlarda yox ümumiyyətlə bu mövsüm Thomas Frank çalışır ki o keçən mövsümün komandasını Antonin yaradırdı. Yəni Postecoglou çox Postecoglou. Bir də bir dənə gözəm. Davay. Never give up, davay. Postecoglou. Ha. Yes. Yaşa. Postecoglou tam hücuma, amma Frank belə çox belə praktikal oyun oynayır. Ona görə də nəticəyə. Ona görə də inanmıram ki Superkubokdakı ssenari təkrarlansın. Bu dəfə Tottenham mecbur vursa normalni oturacaq. Çox pis fərqi də var axı. Və bacaracaq. Aa, doğrudan nə Superkubokda Superkubokda keçdi. Amma bir bir fərq oldu da Tottenham deyəsən. Durdu 2-2 oldu. 2-2 oldu penallaşma oldu. Fərq orasındadır ki, Yox, PSG yox. daha belə deyək də tətildən daha gec qayıtdı. Çünki dünya çempionatında oynayır da klublar arası. Daha Amma oldu Tottenham- keçdi Yox, də o bilmirəm, yox, söhbətdə. mən UEFA-nın UEFA deyirəm. Superkubokunu deyir. hə. Ona görə də orada 2-2 gözləniləsidir. Birinci oyun idi və s. Amma indi mən PSG-dən ancaq qələbə gözləyirəm. Başı tam rahatlıqla deyə bilərəm ki, hələ ki PSG sağ olsun Samir saxlamayıb. PSG tam olaraq Real'ın o 2 Çempionlar Liqası məsələsini təkrarlaya bilər. Götürməyəcək. Biləcək Bavariya. Yox, prosta Ya Brügge ya da Bavariya. Prosta götürməyəcək. Ya Brügge ya Bavariya. Məncə PSG Baba da 4-1 deyirəm. 4-1. 4-1. Çətin olacaq PSG. Çətin olacaq, yaz, çətin olacaq. 1-0. Bursa 7-1. 5-0 PSG. O da oldu. 5-0. 5-0 PSG qələbəsi 1-0 yoxsa 5-0? 1-0. 5-0 demirsən də. Yaxşı Tottenham da bax belə adlı sallı klub deyil, amma yenə də bu pis klub deyil də qardaşım. Yəni 5-0 da ola bilməz. Manchester City Bayer Leverkusen da burada yerdən Bayer Leverkusen kimsə döşəyə bilər. İndi mən orada 7-1-i gözümə Orada alıram 7-2 PSG ilə. 7-2 idi. Bravo. 2-2 bağışla. Golunu yeyirsən. Bağışla. Sadəcə Sadəcə bilmirəm vallahi çox Harry Kane Hollanda qarşı. Ayətə Leverkusen. mən kimlə danışırıq. Harry Kane. Yazın Leverkusen'dan Bayer yazmısınız. Bayern. Hə də Bayer Leverkusen tamam. Mən niyə? prosta tək otursun danışsın. Bu oyunu başını niyə absurdat eləyir Keyf ki? elə burada olsa bizə baxın. Nə istəyirsən de gör. City Liverpool. Nə deyirsən? City bizdən nətərdir? Doğrudan bu oyunu niyə vəbşi danışaq yəni? Qardaşım, Bayer Leverkusenin məşqçisi keçmiş Danimarka yığmasının baş məşqçisidir, hansı ki yarı final qırağına çatdırıb və bu onun sübutdur ki, baris nümunəsidir ki, həmişə yığmanın baş məşqçisi. Sualımı təkrar edirəm. Biz niyə bu vəbşi? Tema deyirəm də nəyə görə danışmalıyıq da. Ən azından City var, City Holland var, gül. rekordları qırır. Gələn tur Real'ın oyunları var. Ehtimal vermək istəyərdim ki, Sən Bayer 5 öz şəxsi maraqlarına görə deyirsən də indi də Bax, Real'ın beş oynayır buraxacaq, yəni ki biz səkkiz oturub bunu sıxmalıyıq da burada da yəni. Juventus oyundan qabaq Galatasaray Man City güclüdür yoxsa yoxsa şey nə də o pisi PSG. City yoxsa PSG? Yanaysa. Bu dəqiqə City. Bu 8 9 dəqiqə oluyor. 8-2, 8-1. 8-2 demək kimsə ürəyi qazandı orada. Çünki bura Bavariyadan ona görə. 4-1. 4-1 City olacaq. 6-1. Bavariya 4, Leverkusen sənə nə oldu indi? 6-1 City bura. 6-1 City. Yox da elə eləməyək də. Niyə də yox da bura? Ya bəs orada verdi şu anda dəyişə qoyuq niyə də yox. Varın arxasında niyə də yox. Yox, 4 görə bizə şeydir. 4-1 deyək. Mən şot. Yox, 4-0. 4-0. Biz bir də vermirik. Sənə Donnarumma ya bura. bura. A, Donnarumma çıxardacaq ya bura. Donnarumma dana. Və bu blokumuz da yekunlaşdı. Siz bu blokun oyunları haqqında
öz ehtimallarınızı şərhlərdə yazın. Biz isə keçirik top bloka. Bloklarda da siqaret çəkməyin. Keçək bizim demirəm əsas məsələmizə, amma bir çox azərkeşlərin maraqlandırdığı oyunlara. İlk öncə Fərmanın maraqlandırdığı oyun. Yox, onu axıra saxlayaq. Axıra saxlayaq deyirsən. Bəli. Chelsea Barcelona axıra danışaq, hə? Yox, Arsenal. İndi baş. Chelsea Barcelona yaxşı. Fərman, yəni bir böyük kimi, ay belə, böyüksən məndən belə. Chelsea Barcelona. Uşaqlar, oyunu çoxdan gözləyirdik. Onun böyüyü Fərmandır. Fərman göz bunu bir də vəziyyətdə. Chelsea Barcelona. Chelsea Barcelona. Mən birinci turdan qabaq demişdim və deyəsən sən mənə bu işdə dəstəkləmişdin ki, Chelsea bir oyuna Hər şey. Lyoboy rəqibə qarşı, düzdür, Bavariya da bu alınmadı, amma Bavariya da Lyoboy rəqib deyil. Ümid eləyək ki, Barcelona heç olmasa öz tam, yəni neytral azarkeşlərə maraqlı bir oyun olsun da. Chelsea bütün nə var gücü göstərsin. Düzdür, Chelsea indi deyək ki, Qarabağın zəifidir. Yox, eyni gücdədir. Qarşısında isə Kataloniyanın Qarabağıdır. Fərq orasında ki, Barcelona hücumu normal vəziyyətdədir. Müdafiəsi Müdafiə biabırçıdır da, belə apar tulladı. Elə bir ki, Asfar oyunçu olmayıb, gəlib Asfardan. yəni tam olaraq biz üçümüz və Balde orada oynasaydıq dördümüz. Məncə Plus çox minus o effekti göstərir. Maksimum Realı 2-1 uduzmayacaqdıq. 4-1 udacaqdıq. Mən əminəm ki, mən Elvin və Farman offside xəttini Arauxodan yaxşı tuturuq 100%. Yəni biz bir-birimizi idarə eləyərik. Biraz qarınımız var, biraz qarını idarə edəcəyik. Arauxo qız tuta bilmir. Offside xəttini necə tutur? Chelsea Barcelona ümumiyyətlə Avropanın klassikalarından biri sayılır ki, çünki Mourinho vaxtında və mənim tarixdə gördüyüm ən gözəl qol vuran Barcelonada Ronaldinho. Onu deyirəm də, bu Chelsea Barcelona deyən kimi adamın doğrudan gözünün qabağında o flashbacklər gəlir. Ronaldinho. Ya sən Südyanın dalıyca balvaq belə qaçır orada. Orada yəni o Südyanın əcdadı. Mən də eşitdim. Mən alman dilində başa düşmürdüm, amma bilirəm alman sözlərini. O epizod olanda papa dedi bax, anasını söylüyor. Yəni 100%də variantı yox idi. Amma ki doğrudan klassik qol. Ronaldinho qolu Lampardın vurmuşdu 0 dərəcədən. Torresin təkbətəyi oyda. Əgər lap yeni şeydən danışırsa epoxadan, daş Vilyanın qolu da qəşəngdir əslində. O 1-1 oynadılar. Amma son 3-0 qışqırtdılar. Amma evində o qol qəşəng qoldur, çox ləzzətli qoldur. Amma indiki indiki Barcelona bəli, yenə də hücumda qəşəng Yamal oynayır, nə Rafinha dillər qayıtdı məşqlərə. Chelsea isə həmin Chelsea kimi bütün xəttlərdə stabildir də, niyə yox? Xəttlərdə yox qardaş, 2 milyard pul xərcləyib. Oyunçuların 11-in adını çəksin, 4-ün tanıtsın böyük şükür. Sən necə 2 milyard xərcləyiblər, prosta deməyiblər ki, yəni sən çox oyunçu aldın, sonra 11 nəfər çıxır da. Bunlar dedilər ki, çox oyunçu çıxa bilər ora. O Todd Boyle elə bildi ki, nə qədər pul hörmət edirlər, 13 nəfər çıxır. Chelsea amma Gəl demirdi 4-4-3 demişdi. Hə 4-4-3 taktikasını. Doğrudan zəminləri artırsanlar, 11 nəfər etsən, Chelsea aparar da bütün oyunlarda. O şey dedi, soyunma geyimi otaqda yerləşmirlər. Koridorda yatırdım o yalnızda da 3-4 idi bundan qabaq. Chelsea koridorda yatırdım. Koridorda söz və qüvvət bir dənə oyuna köklənib konkret oda bilər. Uşaqlar, yəni indi deyəcəksiniz ki, istənilən komanda bir oyuna köklənib nəyisə edə bilər, amma Chelsea istənilən güclü rəqibə qarşı yəni qalib gəlməyə vadardır. Yəni Qarabağda xal aldılar bunlar. Chelsea-də uşaq deyil. PSG 3-0 utdular. O oyundakı kim hamı PSG gözləyir ki, Realdan sonra 4-0-dan sonra gəlib indi Chelsea 1-3 vuracaqlar. Özə necə 3-0 utdular ha? PSG bir şansa imkan vermədilər yaratsınlar. Fakt. İndi də sadəcə bir problem ola bilər. Bilmirəm Palmer qayıdacaq, qayıtmayacaq. Palmerin olmamağı çox böyük bir itkidir. Mən əslində o dərəcədə itkidir ki, Palmer olanda bir ehtimal demək istəyirəm. Palmer yoxsa başqa ehtimal demək istəyirəm. Amma ki Caicedo indi Caicedo nəsə Pedri qayıdır deyəsən. Yox, Pedri deyəsən qayıtmır. Prosta bilirsən necədir? Caicedo Barcelona yarım müdafiədə nəyisə cavab verməyə haqqı var da Chelsea indiki stastavlarda da, amma gəlin belə eləyəndə müdafiədə çox vəziyyət ağırdır. nəzərə al ki, Rafinha da qayıdır, Palmer da qayıdır. Amma bir dəqiqə, okey müdafiə. Chelsea hücumu da bir bomba hücumdur belə. Prime'də də var təzə. Onlar bir Malin nədir o sarı saç gədən? Sarı gədə, Emine. Yox, Chelsea-də hücumda. Garnacho. Delap. Allah yox, Delap ha. Delap vapçı o. Delap oyuna çıxır, 12 dəqiqədə kimsə qapazlayır, qırmızı alıb çıxır, basır baya. Joao Pedro da yaxşı vəziyyət. Joao Pedro şeydəki kimi oynayamır ha, çempionatdakı kimi o, dünya çempionatında. Yox, belə pis oyunçu deyil. Garnacho özü pis oynamır.
Belə ola bilər mənə də. Çünki verir ki, Manchester United Çox pis oynamır, belə komanda müdafiədə də kömək edir, hücumda da çalışır, nəsə eləsin və belə deyək, qol Allah hesablarını kömək AFL-də açdı. Məncə Barsa söhbət aparar. Çemboli Brugge-dən sonra lap belə şey olublar. Mən də onu demək istəyirəm ki, Maresca da tupik deyil də. Yəni o başa düşür ki, Mbappe ilə Vinicius sürəti hesabına Barcelona müdafiəsini yara bilir. Даже Brugge və oradakı Forbes hansı ki, çorta gedib sborna Portuqaliya 7 nömrəli formanı götürüb yataq. Mən tapşırmışam. Niyə qara Ronaldo qaçır orada da? İndi mən tapşırmışam. Hə, Svyazda. Ha, Çez Brugge-də, hə. Ayda. Dünən də AVV getdim, onu da mən. Qara Ronaldo temasını bilirsən siz. Nədir? Qara Ronaldo. Ya. O şimdi Qarabağdan hansısa oyunçu oynayırdı, Qaradərli. Yaxşı oynayırdı, winger oynayırdı da. Azərkeşlər də qışqırdı ki, Qara Ronaldo belə. Ronaldo Qara, o qaçdı yaxınlaşıb Qara ilə dedi ki, sənin adını çəkir. Səni və Ronaldo bilirsən. O da deyə bilmədi ki, qardaşım, mənə demirlər. Dedi hə, yola verdi də bizə. Uşaqlar, Qara əgər bizə bağırsanız, zəhmət olmasa kommentdə təsdiqləyin. Neftçilərə salam desin. Ehtimal Chelsea Barcelona ikisi də müdafiəsi nəzərə alaraq mən belə Bu müdafiəsi nə olub? o qədər güclü deyil. Aynı Qarabağ. Terry yoxdur hə? Terry ilə yoxdur, Carvalho. Terry, Carvalho. zat var. Kefirlər. Çox Çox qəribə bir hesab demək istəyirəm. 4-3. niyə də? Niyə də? Niyə də yoxdur bura? Niyə də yox? Hayda pəstüründə ola. Mən də söz sol verirəm, niyə də yox? Niyə bir dəfə 4-3 gəlsə belə maraqlı cırışma zad oturaq Dönüş baxaq. kimi xeyr. Chelsea. Mən Niyə, sözümün yəni? canı oradaydı ki, əgər Brugge bunların müdafiəsini yara bilirsə, Estivao ilə Joao Pedro niyə yarmasın yolunu? Mən də onu deyirəm də. Ona görə mən Chelsea-nin qələbəsini fikirləşirəm. Mən də Chelsea qələbəsini. Nədir hər dəfə olmur da o da komanda. Hər dəfə olur bu. Hər dəfə Hansı olur oyuna da. baxıram Barcelonanın. 2 dənə sürətli qaqaş qola qabağa. Ya. Girona biraz normal oynasaydı time-da 3-ün vurmuşdu onlara. Inigo Martinez 34 yaşlı qaqaş nə dərəcədə görə vacib oyunçu. Doğrudan da. 4-3 biraz ağın çıxartdım söz danışır. Amma Ya, ya. normalda mən 3-2 zad Barsa gözləyirəm. qələbə məncə. 3-2 Barsa Chelsea. 3-2 zad olacaq. Yaxşı. 3-2 Chelsea. Eyni şey hesab olsun. Okay, mən 3-1 deyim. Şeydir. Yox, sən Beyz dedin, mən 3-1 deyim. Şey kupon gəlsə bölərsiniz. 3-1 Chelsea. Hə. Ay. Növbəti məqam Atletico Inter. Наконец-то, Hoppa, вот, axır наконец-то ki. qutardı fərdi sahibkarlar. Başladı yaxşı olmayan komandalar. İnternet çıxalı var. 12 idi də. Brat olmalıydı da. Öyle 12 də qalacaq. Sabay ilə oynadı, sonra Moiklə, qalacaq indi Atletico oynayır. Birləşlə də neçə ilə də. Masada birləşdi orada sən. Maksimum 12 xal yığmalıydısa onu da yığdı. Всё. Bundan sonra bütün oyunları uduzur da. Hamısını satır. Onlara garanti eləmək üçün o ilk Garanti. 15-li. Geçecek geçen dedim. İlk 15-li yox, ilk 8-li. Heç olmasa bir 8-ə düşməyəcək. Ha tam şey. Ha, sən belə bir Kasetə baxmısan hə? Ha. Düşməyəcək. Buna Dortmund var onlarda, Arsenal var səhv Atletico çox maraqlı komandadır həqiqətən. Mövsümün əvvəlində çox söyürdük Atletico-nu. Sonra birdən belə başladı Real 5. Simeone nə qədər söydün olsa. Həqiqətən Simeone çox şey. Simeone söylədi. Gələn oy 5 Atletico ən maraqlı 4-0. İndi Arsenal Arsenal sadəcə Atletico dedi maraqlı. La Liga birisi də dünyanın ən möhtəşəm çempionatıdır və La Liqanın prezidenti də dünyanın ən möhtəşəm ağsaqqalıdır və liqa prezidentidir. Real hal-hazırda 4 oyunda abada səfərdə oynayır. Atletico 4 oyunda abada evdə oynayır. Nətər oldu bu? Yəni mən başa düşmürəm, amma elə oldu. Ona görə də Atletico-dan yəni son nəticələrə əsaslanaraq nəsə demək çətindir. Bütün oyunları evdə oynayırlar, prosta liqada rahat. Səhvə adamlar Madriddən, məsələn kimi çağırmadılar zbornaya oradan. Atıram Griezmann çağırmadılar da. Griezmann 2 aydır Madriddən o tərəfə çıxmayıb yəni. Striker idi. Prosta Griezmann heç vaxt heç kəs atam deməyib də. Amma tam atam. Inter bu bütün güclü oyunları uduzub. Juventus'a 4-0. Napoli uduzdu 3-1. Ucuzdu. Bir dənə Romanı uddu. O da nəyə görə uddu? Onlar da Gasperini'dir. Ha, Gasperini. Ondan əvvələcə o Interdən Atalanta-da həmişə uduzurdu. Interdən Real-a belə. Qorxur da Gasperini uşaqlıqda Interin şəkli ilə qorxurdu. Amma Interdəki sən güclü bir şey də göstərmir də. Güclü bir şey göstərmir deyəcək mənim əziz qardaşım. Onlar çox yaxşı pressinglə oynayırlar. İtaliyada hal-hazırda Interdən daha yaxşı futbol nümayiş edən komanda yoxdur. Futbol. Mən indi nəticəni demirəm, amma nəticə də var. Birinci yerdə. Nə kimdə
Yox. Milan, Roma daha Roma yaxşı daha görsənir. qəşəng görsənirlər. Milan Katore pizza ilə içi oynayır tam. Adı neyinə oyun. Ha bu da Udinese uduzu. Udinese hamı üstündən keçdi bu gəldi Udinese bir uduzdu. dəfə force major oldu uduzdu Amma amma Napolidə force majordur. Juventus da force majordur. Napolidə force majordur, Inter daha yaxşı oynayır. Ara 3. Yaxşı, dur çıx get burada qapı. Məsələn. 3-1 Napoli daha yaxşı oynayır. Məsələn. Hayır, Inter daha yaxşı. Ha, oynayır. yaxşı görürəm. Murat, ikinci time Inter yox idi. Bilirsən Napoli var idi. Inter döşəməli idi 3-4 dənəsini. Inter gol Napoli gol vurub dayanmışdı ona görə. Napoli bilmirsən? Nə bilim qardaşım, mən hələ indiki bu məqama qədər 3-1 qutarıb. Komanda olaraq hər ikisi eyni tiplidir məncə. Sadəcə mən Interin müdafiəsini nəzər Inzaghi olsaydı, mən bəli deyərdim ki, orada gəlib uda bilər. Prosta burada Kivu da ümumilikdə biz Interin bu il oyuna 10 dəfə baxmamışıq və Kivu necə məşqçidir, böyük oyunlarda necə olacaq heç kim xəbəri yoxdur. Daha çox qorxacaqdı məncə. Nəsə belə risk bir dənə nəsə dəyişsin, belə Mirettin adı satılsın, o gizbəsər keçər Spalletti kimi. Bax o yoxdur onda. Həm də bunlar əvəz etməsi də zəifdir. Hə, Skameyka yoxdur. Skameyka demək olar yoxdur. Amma ayaq üstə deyir orada Samendəki. Turamdakı zədəli idi səhv eləmirəmsə axırıncı. Turam qurtarmadı karyerasını. Yox. Hə, oğludur. Markus Turam Sizdə də bir oğul oynayırdı. Nəyə şey edirsən? zədəli idi və zədədən sonra necə oynayacaq? Lautaro Martinez necə olacaq? Mıxtaryan ucu 58 yaşı var. Çalxanoğlu'nun 30 neçə yaşı var. Səsən məğludur həqiqətən. Ucu neçə ilə biz deyirik ki, Inter biraz asfijit eləməli, yəni çoxdan eləməli. Asfijit tapa bilmirlər də. Və Zomer'in 38 yaşı var. Acerbi 38 yaşı var. Mıxtaryan 36 yaşı. Qardaş çoxdur. Ucu onlar bütün oyunu oynaya bilmirlər. Maksimum 50-60 dəqiqə. Ondan sonra komanda yorulur. Yəni cavanlar da oynaya bilmir ha səni. Di Marco. Amma indi bu il başlayıb 70 dəqiqə oynamağa. Yox, vəbşə məncə Di Marco-nu mənə demirlər də, mənə desələr, özüməm deyərəm ki, Di Marco 60-70-ci dəqiqədə burax, daha şey olur. Yox, 60-cı dəqiqədə qırğın gedir. Sən Prisov onu çıxardırsan, Carlos Augusto-nu buraxırsan. Yəni biraz Nito yəni. Mən də şoka düşdüm. Barcelona oyunu idi. İlk oyun 3-3-də cırışma oyun gedir. Orada 3-3 tez oldu axı. 70-də 3-3 idi. Dedim o Di Marco çıxır. Dedim zədəsi var. Dedim yox o 60 dəqiqə oynayır. 60 dəqiqədən çox. İndi bu düzəldi biraz. 70 dəqiqə qaldı. Başım 2 mövsümə biri tam oyun oynayacaq da. Da inşallah. Mən Atletico Madridi fikirləşirəm ki, udacaq. Inter udacaq. Yox, Atletico Madrid. Atletico. Məncə 1-0. Məncə 1-0 çox olmur. Məncə də. Xaçə yox, belə oyunlarda naborot şey olur. Həngamə düşür. Ona görə 2 oyun. Atletico oyunu həngamə 2 oyun. Atletico bir də görsə ki, çıxır, nə bilim, Real'a 5-in vurur. Gedir hansısa tanınmayan bir Nipanyat qələt elədi də. Onun fərqi fakt Atletico faktım da. 8 buraxılış fərmanı bilirsən də Atletico Real 5. Amma ki gedir hansısa Nipanyat bir dənə gic komandanın 2-1 udur. Özü bilirsən ki 2-1 88-də 89-da vurur. Çətinliklə. Mən düşünürəm ki 2-1 Inter qalib gələcək. Mən Atletico ümid edirəm, Madrid güman deyirəm. edirəm. Baş Sən imkan varsa Atletico Madrid play-offa da buraxmayın. 24-dən aşağı olsun hardasa orada Juventus'un yanında. Hal-hazırda da live tablisidir, amma yekunda qardaş. Hə, Atletico 5-2 udmuşdu deyirlər. Hə, oradan oldu. Şey mənim qardaşı. Höyüsünün kariyerası bilsən nə etmiş? O çöldə o itlər olan Yunus'du. Bir gol verirsən. Yunus da itlər nə demək? İtlərdə yəni. Bilsən kimis qulağına Plastik plastik izləyirdə burası. İtlər qaçır. A bu Nurda da bu Yunus. Çöl itləri də Yunus yapacaq. Fərman sənədə o qulağında birində var plastik. Yunus'du da. Yunus'du. O da Yunus'du. Ha, o da Onun fikri də mənim evdə yaşa 15 il Yo Damaşqi. Damaşqi. Yaxşı, bu oyun komandaların başını buraxın, qardaş. Fərmanın favorit komandası var, təzə. Bavariya. Qaqa Bavariya dana, Bavariya. Davay, Bavariya kimlə oynayır? Arsenal. Aha, 2 dənə 10. Səsə Arsenal da mənim ikinci favorit komandam kimi sayılsa olar. Çox lezzetli eləyir də mən Arsenalcıyam. Onu da danışın. Özümə sən brat. Śmiesz się belə. Bu. Śmiesz. Çox. Arsenal udacaq bura. Utdum mən. Luis Diaz'ın olmamağı çox böyük bir itkidir. Çünki Luis Diaz'dır. Ay sağ ol. Luis Diaz doğrudan böyük itkidir. Genialni kommentlər. İnanılmaz Mən form. olsun maraqlıdır. Bavariya Arsenal, o Şaştovska qarı komment mənə. Ay sağ ol. Bavariya. Bavariya da. Bavariya arqument. Maşındır da. Ha, Qansızdılar. Dərd Bavariya pivədə əslində, amma maşın Vaşa da şəhərdir. Bavariya şəhərdir, München şəhərdir. Bavariya da şəhərdir mənim. Bavariya Mənim üçün provinsiya. Bavariya City. Bavariya Arsenal gol buraxmaqla vəbşə arası yoxdur ümumiyyətlə.
11 gol vurub 0 gol buraxıb. Çünki olan qabağına Arsenal çıxmayıb. 14 dənə Bavariya vurub 3 dənə gol buraxıb. Arsenal deyil. Arsenal deyirəm. Hə, Üçüncü qabağına Bavariya çıxmıyor. Bavariya çıxıb. Düzdür. Çünki qabağına heç kəs çıxmayacaq. Arsenal prosta 2 dənə heyəti var. Hansı ki bu belə deyək, Odegaard keçən yox idi hansı mövsüm arasında da aylarında. Komanda çökürdü. Çünki oyun qurucu oyunçuları yox idi. İndi o adada doktor yaşamır. İndi bu bunlar Crystal Palace'ın kimi aldılar adı yadımdan. Eze. Bir də ki sən də qurban. Subimendi. Peri də təkrar olandı özü. Türk serialı var deyə Ezel. Prosta. Danış Murat Qulaq. Buyurun. Eze ilə Subimendi almaqdan bunlar çox yaxşı bir belə deyək də skamyakan uzatdılar və komanda kreativliyi daha çox. Subimendi Mendiyə qohumluğu çatır. Vəbşi mən onu bildirim ki, Sualına Arsenal cavab zəif verməm. nöqtəsi yoxdur. Zəif nöqtəsi. Hə. Zaşita vapçı idealdir. idealdir. Bir dənə nöqtəsi. O da harca qapı. O da ki kompensasiya olunur, yox. Arsene Wenger yoxdur. Yox, ortada var da. Sol cinah hücumçusu. Amma Martinelli əvəz etmədən çox qəşəng oynayır. Trossard da həmçinin. Amma ikisi də elə bir ki, əvəzedici oyunçulardır. Amma onların üstündə bir də Rodrigo olsaydı əsas yəni. Hayda. Olmazdı məsələn. Soxuşduram məclisdə 100 Qardaşım milyon. Rodrigo, mən soruşturmaq istəyirəm, mən ümumiyyətlə istəmirəm ki, Rodrigo getsin. Ha, Amma o getdiyi halda Arsenal onun yəni gedə biləcəyi komandadır və əgər Rodrigo da ora getsə, həqiqətən Beslavov mezdə, yəni zəif nöqtəsi olmayan bir komanda. Orada bir dənə zəif yer Arteta ola bilər. Hə, niyə? Niyəsini də deyim. Arteta bir də görsən ki, məsələn City yox, Liverpool-la oyunda o cür heyətlə 1-0 uduzanda Liverpool oturdu da aşağı bloka və imkan vermirdi. Heç nə yarada bilmirdi. Bir var onu Real eləyə bilmirdi Liverpool-a qarşı. Çünki Real özü pis gündədir. Bir də var ki Arsenal formada idi və hamının o da gəlirdi və onu eləyə bilir. Azından bunlar City ilə də 1-1 oynadılar da, səhv eləmirəmsə. City ilə də o performansı göstərdi. Arsenal City temp verirdi qardaşına. Verirdi. Arsenal golun vurdu. City golun vurdu, oturdu müdafiəyə. Vəsə. City nəticəyə oynadı. Bunların Arsenalın Realdan fərqli olaraq açar ötürmə verəcək oyunçuları çoxdur. Var, Zubimendi də bəli. var, Odegaard da var. Niyə də yox? Amma ki Liverpool-a qarşı eləyə bilmədilər. Bavariya müdafiəsi də əlbəttə ki Liverpool-a qarşı yaxşı oynadılar axı. 1-0 uduzdular. Uduzdular necə də, yəni Soboslay ştrafnoydan vurdu da, yəni goldan sonra da heç nə yaratmadı. Başa düşdüm. Heç nə yaratmadı. Yaxşı Liverpool nə elədi əmin oyun. Qələbə heç bir qələbə Ha, oynamadı. yəni- O 0-0-lıq oynadı. Yox, Yəni yəni də də onu 0-0 demək idi. Amma ki fakt olaraq Astayevski Toşda Özdə mən olsaydım ştrafnoyu götürərdim, yəni Mən uzaqdan. maraqlı ki, ehtimallarda biz çox güman ki deyəcəyik ki, kim daha güclüdür? Bavariyanın hücumu yoxsa Arsenalın müdafiəsi və Bavariyanın hücumu Arsenal müdafiəsini yara biləcəkmi? Bavariyanın Bəs- müdafiəsi zəifdir. Yox. Arsenaldan. Hücumda kim var indi Bavariya? Luis Diaz yoxdur axı. Yoxdur, Kane var, Olise Gnabry. var, Gnabry var. Qardaşım yenə sayırsan. Doğrudan sayır özüm. Kimixdir, sonra Kimi hücuma keçdi? Kimi hər sezon dəyişir pozisiyası. Gəlir gedir onlar. Pavlovichdir, sonra Goretskadır. Normal üçün. Normal isə sonra Rafael Guerreiro solda oynaya bilər müdafiəçi olsa belə. Onlar məncə Goretzka getmədi. Bu bütün Yox, uca köhnələr Məncə sayır. Robben Diberiza Yox, sayır məncə biraz. bunlar Grimaldo'nu da alacaqlar. Grimaldo sadəcə yaşlıdır. Bunlar nə vecin? Ona o da var. Rafael Guerrero'nu 29-30 yaşında alıblar yəni. Hə də özü pulsuz götürdülər. Da. Sadəcə müdafiədə bilmirəm, Neuer deyil. Müdafiədə Neuer o Yox, deyil. Müdafiə, məsələn, əvvəl müdafiə Mən əsas müdafiə qoyum 31 reyting olmuş falan. müdafiədə əsaslən qapıçı güvən olanda müdafiəçilər belə dedi, stimulu artır və rahat bilir ki, arxada güvənli bir qapıçı var. Okay. Neuer əlbəttə ki, tarixdə ən yaxşı qapıçılardan biridir. Ona söz yoxdur. Sadəcə bu yaxşı vaxtı ucu getdi onun. Məncə də. Ucu səhvləri çoxalır. Məsələn 2016-17, 14-15-də Bavariya qarşı oynayanda heç kim demirdi, Bavariya müdafiəsi. Orada Boateng oynayırdı. Amma həmişə Boateng zəif müdafiəçi olub. Zəif nədir? Klass o qədər güclü müdafiəçi olmuyor. Yəni o vaxtı üçün ondan çox yaxşı müdafiəçilər var idi də. Amma ki Bavariya qarşı oynayanda həmişə deyirlər ki, Neuer gol vurmaq var. Ay sağ ol. Amma indi sən o sözü o deyə bilmirsən ki, Neuer gol vurmaq var. Komanda qardaşım 40 yaşı var başda adam. O başa düşdüm də getməlisən. Sadəcə getmək istəmir. Hadi getmək də istəmir. Əvəzləyici qapısı da yox. Sən adətən almanlar tez bitirir. Nəsə bunlar. Bir dənə kan idi. Ona deyirsən calağı var ya, o ana tərəfi şeydir. Müdafiə də ki, onlarda kim idi? Yadımdan çıxdı adları. Ta Jonathan Ta da hansı ki o da wow müdafiəçi deyil. Tartaydı. Upamecano qısaca bu sezon yaxşı oynayır. Upamecano qısaca bu sezon yaxşı oynayır, amma narahat olma. Real keçsə pulsuz yaxşı oynayır. Nə o da var. Amma Rüdiger keçdi ki, yaxşı oynadı.
Rüdiger istisna idi. Baxaq da. Alaba keçdi yaxşı oynadı. Gəlin buna uca daha heç-heçə deyək də. Yox, baxıram bayaqdan bir dənə də heç-heçə. Sən demək, nə bilirəm, mən biraz risk 1-1-dir məncə. Mən 1-1 deyirəm. Özünüz bilərsiniz. Mən demək istəyirəm ki, Hani götür də o 1-1-i götürdü. Mən getdim də söz. Bavariya uduzmayacaq bu oyun. Bavariya uduzmayacaq. 4 gol qutardı. İlk bir sənə lazımdır, fərqli fikirləşdim. 1-2 qutaracaqlar. Bavariya. Bəli. Ya 1-3 ya 1. Ağzım qaşınır. 3-0 deyim. Deyim 1-0 Arsenal olacaq. Sən ama 1-0 deyəndə 5 dənə zad olur oyunda qol almışsan. Prosta 5-0 olacaq. Nə, sekundçuq. 1-0 deyirəm. 3-2 Arsenal olsa ən yaxın mənəm də. Okey. Sən Arsenal qələbə tutun biz deməyək yaxarsa. Sən Palibom Mən neçə deyirəm 5 Arsenal meydançasında Mən oynayır. istəyərdim Arsenal üçün. Arsenal mənə çox list eləyir, yəni. Kampaniya mən çox istərdim. Bu il keçsin Premier Liqasını götürsün də biraz. Hə, Arsenal Premier Liqanı götürsün. Treble eləsin də Gəncə amma. belə edəcəyimizdə Arsenal Premier Liqa götürsün, Real La Liqanı götürsün, Bavariya da Çempionlar Liqası götürsün. O ona çox. Hə, söz danışdıq da bura. Juventus seriyanı. Juventus bu seriyə düşməsin. Çempionlar Liqasına düşsün. Ya mən başqa bir şey də demiyorum. Ha, Elə ki bu yaxşı. kameranın keyfiyyəti, o kamera keyfiyyəti orada. Bura mikrofon keyfiyyətidir. Mən dediyim zarafat düşdü ora, bilmirəm. Götürsün. Hələ Sonra göz- Juventus da dedim götürsün. Yaxşı olar. Hə, yaxşı olar. Mən Gözləyir ki, bir soruşaq yenə zarafat edən, o bizim Da, gecimizə də da, döylər. Görəcəklər. Məhqqa qalar. Okey. Üçümüzdə başqa kim baxır bu yəni? Dost tanış qoh məğləbəyiz. Həqiqətən uşaqlar öpürəm sizi, çox sağ olun, minnətdaram. Sağ olun. Bavariya. Bavariya, Biz də Bavariya. elə siqalarla və maşındır da bura qardaş. Maşın da. Qonsuzdular da bura. Qəşəng də oynayırlar evet. Çox xoş. Nə oldu ki sıxır? Hər dəfə Fərman Bavariya kompliment etmək üçün iki sözdən əlavə iki sözdən istifadə edir. Mövsümün axırında bir məhdin çıxacaq ortaya da. Hamısı bir iki maşın. Make-up sentences. Gedir evdə ensiklopediya zad açır ki, Bavariyanı necə tərif edir. Çancı bizi deyir, ya əl çəkdən məndən də maşında ev getmişsiniz. Hə, bakalım. Ya bu qədər sadə. Uşaqlar, siz də bu top maçlar haqqında öz fikirlərinizi yazın və ümumiyyətlə Top maçlar, maçdağı eşitdim. Sən maçlarda yerilmir də. Bravo, yəni. bu oyunlar haqqında öz fikirlərinizi yazın və ümid edirəm ki, bizim video sizin xoşunuza gəldi. Bütün 12 izləyicimizə təşəkkürümüzü bildirirəm. İtirdiyiniz bu 30-40 dəqiqəyə görə üzr istəyirik. Hala uşaqlar zəbt eləm. Çox sağ olun ki, baxırsınız, çox sağ olun ki, şərhlər yazırsınız. Çox sağ olun ki, fikirlərinizi bildirirsiniz. Zəhmət olmasa bu podkastdan da sonra podkastın altında da öz fikirlərinizi yazın. Biz isə bu qədər bütün fikirlərimizi bildirdik. Görüşərik Çempionlar Liqasının 5-ci turundan sonra artıq icmalında. Çox sağ olun. Sağ olun. Sağ olun, sağ olun.